Giacomo Puccini, Pietro Mascagni və digər böyük sənətkarların əsərlərinin səsləndiyi gecə. Klassik opera incilərinin ifa olunduğu musiqili axşam xalq artisti Fidan Hacıyevanın 2-ci Beynəlxalq Opera Festivalının bağlanış mərasimi idi. Viva Opera adlı konsertdə Mannheimer Filarmoniyasının baş dirijoru Boyan Vidinovun rəhbərliyi ilə Azərbaycan Dövlət Opera və Balet Teatrının simfonik orkestri iştirak etdi. Artıq 7-ci gündür, 7 gün oxuyuram. Gözəl istedadlı tələbələrimiz, istedadlı vokalçılar. Bu çox böyük bir bayramdır vokalçılar üçün. Mən gerçəkdən çox sevinç doluyam ki, belə bir festivalı keçirdik, belə gözəl təşkil olundu. Hamısı çox razıdır. İnşallah bugün də yaxşı olar. Qonağımız var Almaniyada məşhur dirijor. Festivalda iştirak etməkdən məmnunam. Konsertə hazırlaşmaq üçün 3 gün vaxtımız oldu. Burada yeni ifaslarla tanış olmaq imkanı qazandım. Səhnədəki orkestrin ifasını da çox bəyəndim. Gecədə Azərbaycan və dünya bəstəkarlarından ölməz əsərlər səsləndirildi. Beynəlxalq müsabiqələr laureatları, bariton səsli Mahir Tağızadə, əməkdar artist İnara Babayevanın ifa etdiyi Sevilya Bərbəri, Traviata kimi əsərlər dinləyicilərdə xoş ovqat yaratdı. Festivalların keçirilməsinin bir ideyası, bir məqsədi var. Bu məqsəd ondan ibarətdir ki, klassik musiqini, klassik musiqimizi gənclərə təbliğ eləmək, ümumiyyətlə, həm də Azərbaycan musiqisini dünya xalqlarına, dünya musiqisini Azərbaycana bir tanıtım kimi bəxş eləmək. Dahi Üzeyir Hacıbəylinin Arşın Malalan operettası ilə başlayan festival bir çox ifaçıların debütü ilə yadda qaldı. 7 gün ərzində paytaxtın müxtəlif məkanlarında keçirilən konsert proqramları ilə yadda qalan festival uğurla başa çatdı. Məmməd Məmmədli, Elgün Heydərov, Sevgi Əlizadə, Seymur Novruzov, Mədəniyyət xəbərləri.